salamlayıram İsa Məsihin ismi ilə hər birinizi. Samir qardaş, qardaşlarım, xeyirli olsun. Demək, bu günləri bir mövzum var. Mövzumun adı belədir. Tanrının bizi görmək istədiyi yer. İsa Məsihin bizi görmək istədiyi yer. Və Davud Peyğəmbərin Zəburundan bir ayə oxumaq istəyirəm. Kimin kəlamları yanındadsa, gəlin birlikdə o yeri oxuyaq. 15-ci məzmur, 16-cı məzmur, 6-cı ayə. Davud Peyğəmbər deyir, qismətimə gözəl yerlər düşdü. Bəli, mənə nemət nəsib oldu. Amin. Bu yerləri oxuyanda sanki bizim gözümüzün qabağında elə təsəvvürlər yaranır ki, kimsə bir yer paylayırmış, Davud Peyğəmbərə də yaxşı yer düşüb də. Dalaca da deyir ki, nemət nəsib oldu. Yəni, satsam, yaxşı pula gedəcək. Fikrimizdə belə bir təsəvvür oyanır. Doğrudan var ya, bu cür düşünən insanlar. Müqəddəs kalama bu cür baxan insanlar. Amma Davud Peyğəmbər burada, o yer deyəndə, əbədi həyatdan danışırdı. Doğrudan bayaq dediyim kimi, var elə insanlar. Bir dəfə birinə kəlam vermişəm, danışmışam ağzımda nə qədər söz, 2 gündən sonra zəng elib ki, sən canı gəl, İncili götür. Deyirəm, nə oldu? Bu deyir, İncil mənim evimdə olanda mənim başıma bəla gəlir, deyir. Elə də imanlar var, ruhdan doğulmayanlar, həqiqəti deyirəm. O, Rəbbin o dağüstü və şey var, o duası, bizim üçün göylərdə olan atamızın duasının ruzu duası kimi evindən asıb ki, evdə olanda mənim evimə ruzu gəlir. Müqəddəs kitaba bu cür baxan insanlar var, amma Davud Peyğəmbər burada bu şeydən danışmır. Davud Peyğəmbər əbədi həyatdan danışır. Çünki müqəddəs kəlamda, Titə məktubda Həvari Pavel 1-ci fəsil 2-ci ayədə bizə gözəl bir söz deyir. Deyir ki, Allahın yolu əbədi həyat ümidinə əsaslanır. Biz Allahı qəbul eləməmişik ki, bu dünyada varımız, dövlətimiz olsun. Biz Allahı qəbul eləməmişik, yaxşı güzaran, maşın, hər şey əla olsun. Yox. Allah ona görə, İsa Məsih ona görə qəbul olunub ki, daha doğrusu o bizi qəbul edib ki, biz onun yanında daim olaq. Davud burada yerdən danışanda, bax, bu əbədi həyatdan danışırdı. Və biz müqəddəs yazıya fikir versək, görərik ki, elə yaradılış dövründən tutmuş ta ki, axıra kimi, Adəmin dövründən tutmuş elə İsa Məsihə kimi, Allah peyğəmbərləri cürbəcür yerlərdə yerləşdirirdi. Bəzən çətinliyə salırdı ki, onlar neysə başa düşsün, bəzən çıxardırdı genişliyə, bəzən heç kim çörək tapmayanda onlara göydən ət yedirirdi. Yəni cürbəcür olurdu, enişli yoxuşlu olurdu həyatları. Və görürük ki, onları cürbəcür yerlərdə yerləşdirirdi. Amin. Və bu günlərdə İsa Məsihin bizim iman həyatımızda bizdən bəzi istəkləri var. Bunlar duadır, bunlar kəlam oxumaqdır, cürbəcür və s. Onlardan biri də biz imanlıların daim bir yerdə olmasıdır. Birliyimizdir. Çünki ocaqdan bir hissəni, bir odunun bir parçasını götür, at kənara, görəcəksən ki, onun alovu söndü, başladı tüstüləməyə və söndü. Eləcə də imanlı öz ailəsindən, qardaş bacısından, imanlılardan aralı düşəndə ruhən, ged-gedə də cismən də düşür və başlayır o sönməyə. Başlayır mühakimə, dalca danışmaq, söyüş, cürbəcür şeylər. Axırda da kim bəhrələnir? Şeytan. Bu cür olur. Ona görə də İsa istəyir ki, biz bacardıqca cismən, amma ruhən isə həmişə bir yerdə olaq. Dua eləyək qardaş bacılarımız üçün. Dualarına diqqət yetirək onların, istəklərinə diqqət yetirək. Və bunu istəyir. Və o cümlədən də biz deməyək ki, Allah yer üzünə, İsa Məsih yer üzünə öz balaların götürmək üçün gələcək. Bu həqiqətdir. Bu İncilin bir hissəsidir. İsa gələcək öz balaları üçün.
və ancaq bizim məhəbbətdən götürməyəcək. Və bütün dünyada olan o balalar ki, onlar həqiqətən İsa'nın ayaqlarının altın özləri için yer seçiblər. Onun ayağının altında rahatçılıq tapıblar. Bax, o balaların götürəcək. Və biz bu günləri deyə bilərik ki, biz bu gün məhəbbətdəyik, haleluya, gəlirik, gedirik. Amma bir şey var, biz bu məhəbbətdə ola bilərik. Amma düşüncəmiz hansısa bir bazarda ola bilər. Özümüz bazarda gəzə bilərik. Düşüncəmiz bizim məhəbbətdə belə bir söz var, tez-tez deyir, xaladenlikin içində ola bilər. Düşüncəmiz ola bilər oba marketdə, al market, cürbəcür yerlərdə. Həqiqəti deyirəm. Özümüz burada ola bilər, amma bəziləri biz yatırıq. Düşüncəmiz yatarıq, yuxuda harasa gedər. Özümüz burada olarıq, yuxuda haradasa ola bilərik. Budur. Bir dəfə bir qardaşım belə bir dediyi söz vardı. O mənim düşüncəmə həkk olundu. Həqiqətən çox xoşum gəldi. O qardaş dedi ki, deyir, mən deyir, müqəddəs kəlamı oxumaqdan aramızda söhbət düşdü. Və o qayıtdı dedi ki, mən deyir, ən çox deyir, xoşladığım yer müqəddəs kəlamda İsa Məsihdən bəhs eləyən yerlərdir. Matta, Mark, Luka, Yahya. Yəni, məni deyir, axtarsan ancaq bu yerlərdə görə bilərsən də, yəni. Yəni, doğrusu İsa Məsihdir o yerlərdə, axtarsaq İsanı görərik o yerdə. Niyə qardaş deməsi ki, yəni, mən ən çox o yerlərdə oluram, o yerləri oxuyuram. İndi fikir verin söhbətə, bu sualı mən vermirəm. Bu sual artıq söhbətdən özü doğur. İçi mən qarışıq. Allah hamımıza sual verir. Bəs bugün bizi axtarsın, harada tapmaq olar? Hə? Nəylə çox vaxt keçirdirik? TikTok, sosial şəbəkələr, cürbəcür saytlar, Turboaz, Temu, paltarlar, baxırıq kitayski paltarlara. Doğrudan fikir verirsiniz. Gör, harada tapmaq olar bizi. Trendyol. Nə bilim, mən onun adını bilmirəm. Biraz mən kasıblarla deyişim. Belə yerlərdə təsəvvür edirsiniz, belə yerlərdə. Və fikir verək, ailələrdə şeytan iş görür. Bir evin içində qadın öz otağında əlində telefon, kişi öz otağında əlində telefon, bir damın altında ərlə arvad başqa-başqa yerlərdə olarmış. Mən həqiqəti deyirəm. Mən adam tanıyıram, real, eşitdiyim, qulağım eşitdiyim, deyir ki, biz deyir, evin içində deyir, hamımız deyir, WhatsApp-la deyir, yazışıq bir-birimizdən deyir. Allah şahid ki, mən bu sözü öz iş yoldaşımdan eşitdim. Deyir ki, mənim deyir, oğlum deyir, yazır başına ki, mənə çay gətir. O da çay gətirir, təzəndən qoydu, getdi harasa. Müqəddəs yazda ki, şeytan dağıtmaq üçün gəlir, ayırmaq üçün gəlir, tələf eləmək üçün gəlir. Gör, iblis necə iş görür, ayırır insanları bir-birindən. Bir evin içindədir, amma ayrı-ayrı yerlərdə. Belə olmalıdır, Evdə ruhən hamı bir yerdə olmalıdır, duada olmalıdır. Daha belə olmalıdır. Yadıma gəlir, bir neçə illər bundan öncə məlum məsələlər, mən azadlıqda gəzirdim ümumiyyətlə, işə, evə, özüm üçün gəzirdim də. Yaxşıydı vəziyyət. Məlum məsələlərə görə icraçı var, mənim işimlə maraqlanır, bəzi işlərimdən. Mən zəng elədi ki, Nur, bəs sənlə görüşmək istəyirəm, gedək də, dedim, gedək də, hara desin gedək. O şimdi gətirdi mənə bir də yerə taksi ilə, dedim, yox, taksin pulunu özüm verəcəm, üzvə baxmaram, dedi, yox, mən verirəm. Taksin pulunu da verirdim, qoymadı. Şimdi gətirdi mənə bir yerə saxıldı, dedi ki, gözdə səni çağıracaqlar. Dedim, yaxşı. Gözlədim, gördüm, hakim gəldi. Bu vaxtda ki, mən görməmişim də belə şey. Başladı orada mən üçün hökm oxumağa. Mən də qulaq açdım, gördüm, kişi düz deyir də, həqiqi günahım var. O şimdi bir də gözümü açdım ki, üstündən bir neçə dəqiqə ki, gördüm, qoluma bir də qandal vurdular. Bu vaxta kimi özəsimə mənim bir sözüm var. Qandal nədir ya? Gözümü açdım, gördüm, qolumda qandal. Mən qandal ancaq Van Damın kinosunda zadında görmüşdüm. Qandal.
Qolumda qandal, qardaş, bir dənə maşın gəldi, indi fikirləşdim belə maşın, bu dustaqları aparan maşından özümü bir boyka kimi hiss elədim sözün açıq. Dedim Allah. Bu şey deyil, şeydir da, ömərli başlı gedirəm da qardaş. Mən harab qandalara qardaş gedirəm da işin. Nəysə, bir də gözümü açdım, gördüm ki, hala 4 divar. Həqiqət deyirəm, üstə çox an keçmirdi. 4 divar, nə bilim, ağzı bırnəyir adamlar, 20 ilin banditləri, nə bilim, axmaq insanlar. Mən də bunların arasında. 4 dənə divarın arasında. Oturub öz-özümü bir zəndə fikirləşdim. Öz-özümə deyirdim, ay Allah, sənə qurban olum. Mən fikirləşirdim ki, ay, doğrudan mən hara, türmə hara. Ay, üstündən 5 dəqiqə keçmir. Nə qədər yaxınıymış zindanla azadlığın arası. Həqiqəti deyirəm. Birinin qulağına bir də çıtıma vur, içərdəsən. Həqiqi. Nə qədər yaxınıymış. Rəbb mənə orada bir sirri bir açdı. Bilirsiniz nəyi? Eləcə də bizim eldə obada bir söz var. Deyirlər, ölüm qaşla gözün arasındadır. Eləcə də bu həyatımızla ölümün arası o qədər aniymiş. Gözü yumdun, getdin. Həqiqətən, bu gün buradasın, sabah orada. Mən bu mövzuna hazırlayanda Rəbbə dua elədim. Dedim, ay ya Rəbb, yalvarıram sənə, mənə belə bir tutarlı məsəl ver və yaxud da bir müqəddəs kəlamdan bir ayə aç ki, mən bilirəm ki, mən ölsəm, iman etmişəm İsa'ya, həyatımı dəyişsəm, daha doğrusu, mən düşəcəm Rəbbimin yanına. Eləcə də qardaş bacılarım. Mən istəyirəm ki, insanlar iman eləsin, onlar da düşsünlər və o məsəl, o ayə, çəkim o məsələ ayəni. O iman etməyən insanlara təsir eləsin, onlar iman eləsinlər. Getdim, bir neçə dəfə dua elədim, gəldim. Allah bilirsiniz hansı ayəni mənim gözümün qarşısına gətirdi. Yoxsul və varlı məsəlindən İbrahim Peyğəmbərin varlı adama sonda dediyi sözlər. Bu hadisənin üstünə olmuş hadisədə inanıram. Çünki İsa Məsih çəkib bu məsələ. Qısa danışım. Demək, varlı adam kef içində olur, damaq içində olur. İstədiyin yeyir, istədiyin geyinir. Hər cür kef içində. Amma bir gün nə olur? Gözlərini açır, görür yanır cəhənnəmdə, alovun içində, bir damcı suya həsrətdir və birdən gözün qaldırır, uzağa görür, bunun həyətinə gətirilib uzanan Lazar, bədəni yara-xora, itlər gəlib yaraların yalayan, bunun sürəsindən düşən sürüsümü yiyən Lazar oturub cənnətdə İbrahimin qucağında. Və söhbət əsnasında varlı adam İbrahimə belə bir söz deyir ki, deyir, İbrahim ata deyir, Lazarı göndər qardaşımın evinə, çünki 5 dənə qardaşım var. Qoy onları xəbərdarlıq eləsin ki, nə olar? Onlar da bu istirab yerinə gəlməsinlər. İbrahim Peyğəmbər nə deyir? Deyir ki, onlardan Musanın və Peyğəmbərlərin sözləri var. Yəni, onlarda Tövrat, Zəbur, İncil var. Bax, bizim bu əlimizdəki kitab. Qoy ona iman eləsinlər. Varlı adam isə belə bir söz deyir, yox deyir. İbrahim ata, əgər ölülərdən biri dirilsə, yəni qeyri-adi bir hadisə baş verirsə, ölü dirilib, gəlib o dünyadan danışsa ki, ay kişi, cənnət var, cəhənnəm var. Gah onlar inanarlar. Amma İbrahim Peyğəmbər bilirsiniz nə deyir ona? Deyir, əgər onlar bu kitaba inanmırlarsa, ölülərdən biri dirilsə belə inanmayacaqlar. İnsan doğrudan cənnətə, cəhənnəmə inanmaq üçün onun ürəyinə İsa Məsih girməlidir. İsa Məsih bizə göstərir o bəlanı, o əbədi həyatı. Rəbb göstərir. İsasız bu qeyri-mümkündür. İman eləmək lazımdır İsa Məsihə ki, bütün bunları görəsən və bu dünyada artıq sən İsa Məsihlə bir yol gedəsən. Və İsa Məsih günlərin bir günü şagirdlərinə belə bir söz deyir. Deyir, qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin deyir. İman edin Allaha.
mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm. Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi öz yanıma götürəcəyəm ki, mənim olduğum yerdə siz də olasınız. Amin. Amin. Fikir verək ayələrə, gör nə deyir? İsa bizim üçün yer hazırlamağa gedir. O imanlılar ki, həqiqətən iman ediblər İsa'ya, onun ayağının altındadılar, həmişə. Nə bəxtiyardır doğrudan o imanlılar ki, İsa'nın ayağının altını özün üçün həmişə məskən seçir, yer seçir. Bax, Davud Peyğəmbər o ayəsində, o yerdən danışanda, bax, İsa'nın dediyi, biz balalarına vəd etdiyi bu əbədi həyatdan danışırdı. Bax, Allah yolu bu əbədi həyatdır. Allah yolu bu əbədi həyat ümidinə əsaslanır. Nə bəxtiyardır o balalar ki, doğrudan İsa Məsih ilə qucaqlaşır həqiqətən. İsa'dan öyrənir. Daim İsa ilə bir yerdə olur. Bilirsiniz, bizim bax bu indi vəz etdiyimiz andan ömrümüzün sonuna kimi, yəni həyatımızı dəyişdiyimiz günə kimi bir məsafə var. Kimdəsə 5 ildir, kimdəsə 10 ildir, bilmirəm, kimdəsə neçə saatdır. Bunu Rəbb bilir. Fikir verək İsa'nın yanında çarmıxa çəkilən quldura. Ömrünə çox az qalmışdı, tövbə elədi. Allah onu bağışladı. Ona görə İsa Məsih bizdən tövbə istəyir. Dəyişmək yəni, həyatımızı dəyişmək, İsa'ya tərəf gəlmək, İsa'nı qəbul etmək, xilas olmaq. Bilirsiniz, bu həqiqətdir, həqiqətən insan dünyasını dəyişəndən sonra Allahın qarşısında dayanacaq. Bu həqiqətdir. Buna inanmaq lazımdır. İnanmaq lazımdır buna. Amma bir şey var ki, orada əbədi həyata düşmək üçün sənə İsa lazımdır. İsa lazımdır ki, sən əbədi həyatda olasan. İsa olmasa, bu əməllərlə heç vaxt mümkün deyil. İnsan həyatında gərək İsa ola. Ona görə də İsa Məsih qəbul eləmək lazımdır. Ki, İsa bizim günahlarımızı bağışlasın. Amin. Məndən sonra qardaşım danışacaq və diqqətlə dinləyin, İsa Məsih sizə xeyir dua versin. Amin.